hamının uşağı demək olar ki, maşın həvəsindədir. Bəli, bəli. Hamının uşağı avtomobil görmək istəyir, avtomobilə baxmaq istəyir. Biz özümüz də elə olmuşuq. Tam rahat şəkildə, istədiyiniz gün, yəni uşaqlarınızı götürüb Neo Motorsa yaxınlaşa bilərsiniz. İnanın ki, maksimal dərəcədə səmimi və gözəl xidmət göstəriləcək. Elə bil ki, öz uşağı götürüb mola aparıb hansı əyləncə yerinə salmayın. Bir gün gətirin Neo Motorsa, bu sizin uşağınızın əyləncəsi olsun. Elə bilin ki, öz avtosalonunuzdur. Bəli, tam yəni belə bir yanaşma. Bəli. Əla. Baxın, bunu təklif eləmək özü belə bir, nə bilim, ürək tələb eləyir əslində. Çünki orada kifayət qədər bahalı avtomobillər var. Onlara ən azı kiçik bir ləkənin düşməsi belə qiymətdə kifayət qədər endirim tələb eləyən məqamdır. İndi onu təmizlətdirmək olar, olmaz o ikinci məsələ. Amma yenə də, əgər müştəri gəldi 200.000 manatlıq maşında bir ləkə gördüsə, deyəcək ki, olmaz, siz də məcbursunuz orada, heç olmasa bir 2000-3000 manat endirim edirsiniz. O tərəfi siz bizə burax. Hə, bax, belə şeylər var da. O tərəfi bizə burax. Yəni, onu gözə alıb deyirsiniz. Bəli, təbii ki. Əla. Təbii ki.